İzləyicilərimiz, hər birinizi xoş gördük. Bugün yenə də həmən o möhtəşəm evin təqdimatındayım. Dəyərli izləyicilərimiz, bu evlər bilirsiniz ki, satışda qalmır. 3 ədəd idi, artıq biri təmir yekunlaşmamış satıldı. Bu iki yanaşı ev qalır. Bunun öcə bu evin təmiri yekunlaşıb, bu ev hal-hazırda təmir gedir. Geniş həyətyanı sahəsi var həqiqətən. 4 maşın rahat şəkildə daxil olar. Həyəti tarqov daşlardan üzlənilib, gördüyünüz kimi gözəl rəng seçimi var. Vitraj şəbəkə pəncərə, evin işıqlanmasında və dizaynında gözəl bir rol oynayır. Və həyətyanı sahəsi digər hissəsində kollar əkmək üçün yerdə saxlanılıb. Həyətin işıqlanmasında kimi hər birisi mövcuddur. Həyətə daxil olan avtomobil qapısı üst hissəsinə çardaqda yığılıb və həyətindəki söhbətgah da var ki, yağışlı havalarda bu hissədə rahat şəkildə dincələ bilərsiniz. Və daxil oluruq evin iç sahəsinin təqdimatına. 4 dövrümə cüt daşdan inşa olunub. 1-ci mərtəbə arası monolit, 2-ci mərtəbə arası monolit və sonda kəmərinə kimi mövcuddur. Daxil oluruq evimizin iç sahəsinin təqdimatına. Həqiqətən də qiymətini, necə deyərlər, haqqını verən evdir ki, evimizə daxil olarkən bizi bir gözəl dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə aparılıb. 2-ci mərtəbəyə qalxan pilləkənlər gördüyünüz kimi akkara rəng seçimindən istifadə olunub və cizli işıqla təchiz olunub. 1-ci mərtəbə ümumilikdə isti poldur, dəyərli izləyicilərimiz. Pilləkənlərin alt hissəsində belə bir kladovkası var. İsti polun xəttləri bu hissəyə yığılıb. Burada yerləşir evimizin gözəl, geniş, həqiqətən də işıqlı qonaq otağı yerləşir. Tavan hündürlüyü 3 metr 20 sm hündürlüyü var. Şəbəkə vitraj pəncərə həyətyan sahəsinə birbaşa görünür. Döşəmə laminatlı, alt hissəsi istipoldan təchiz olunub, klassik üsluda təmir olunub. Bu hissəyə fon işıqlar da yığılacaqdır. Tam hazır şəkildə kondisioner xəttinə kimi hər birisi atılıb. Həqiqətən də gözəl evdir, gözəl təmirdir və evin ən üstün nüanslardan biri odur ki, bətbəx genişdir. Hörmətli izləyicilərimiz, qonaq otağı ilə demək olar ki, eyni kvadrat. Hətta deyərdim ki, qonaq otağından bəlkə kvadratda da böyük olan mətbəx yerləşir. Genişli mətbəxlər və evin üstünlüklərdən biri odur ki, arxa tərəfinə keçmək olur. Kombi üçün bu hissədə yer ayrılıb və çamaşır asmaq üçün də üstünlüklərdən biridir. Tavanla figurlar, sport işıqlardan bəzədilib, hər bir dəhlizi olsun, qonaq otağı olsun, hər birisi spotlardan və figurlardan bəzədilib. Bura sanitar qovşaqdır. 2-ci mərtəbənin təqdimatına qalxıram, hörmətli izləyicilərimiz. Ümumilikdə evimiz 4 otaqdan ibarətdir. Yerləşməli ideal ərazidir. Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin, deyərdim ki, tam yaxınlığında və 2-ci mərtəbədir. Burada da bölgü dəhliz vasitəsilə bağlı eyvana çıxış. Kupçalı ev, hörmətli izləyicilərimiz, xatırladım ki, dövlət ipotekasına yararlıdır. Burada yerləşir yataq otağı, maşallah, ölçülər hamısı genişdir. Evin ön hissəsi açıqdır. Bura növbəti yataq otağı yerləşir və sonuncu yataq otağı. 2-ci mərtəbənin sanitar qovşağı. Hörmətli izləyicilərimiz, gördüyünüz bu gözəl evimizin start qiymət olaraq 137.000 manata təklif olunur. Real müştərilərlə qiymətdə razılaşmaq da olacaq. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb tez bir zamanda bu evə sahib olun. Yəni bu proyektlərdən çox az olur.